Haqqında söhbət açacağım aktyor, müğənni, Azərbaycanın əməkdar artisti Faiq Mustafayevin qısa da olsa həyatından danışacağım. Faiq Mustafayev 1923-cü il aprelin 22-sində Bakıda anadan olub. Orta məktəb illərindən musiqi təhsili alıb. Daha sonra indiki Bakı Musiqi Akademiyasını bitirib. Konservatoriyada ali vokal təhsili alıb. Bariton səsli müğənni kimi də tanınıb. Faiq Mustafayev 1952-ci ildən müəyyən fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Faiq Mustafayev opera və balet teatrının solisti kimi də bir çox partiyaların əvəz edilməz ifaçısı olub. 1959-cu il iyununda səhnədəki xidmətlərinə görə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. Faiq Mustafayevin filmoqrafiyasında çəkildiyi filmləri azdır, baş rollarda çəkilməsə də, amma yadda qalan obrazlar yaratmışdır. Faiq Mustafayevi məşhurlaşdıran rolları kino rejissor Lətif Səfərov təklif edib. Lətif Səfərovun 1955-ci ildə lentə aldığı Bəxtiyar filmində Yusif, Niye demirsiniz adınız nedir? Hansı institutda oxuyursunuz? Mən oxumağa gedirəm. Moskvaya, ticarət məktəbinə. Elə bu saat? Yox, sabah. 1956-cı ildə Hüseyn Seyidzadənin lentə aldığı O Olmasın, Bu Olsun filmində Sərbərin dostlarından biri, 1956-cı ildə Qaradaşlar filmindəki Teymur və 1957-ci ildə Lətif Səfərovun lentə aldığı Qızmar Günəş altında filmində mühəndis Cəlal kimi obrazları ilə yadda qalır. Faiq Mustafayev haqqında çox da məlumatım yoxdur. Çünki sosial şəbəkələrdə onun haqqında heç bir məlumat yoxdur. Mən köhnə aktyorlarımızdan da soruşdum. Onun haqqında heç birinin məlumatı olmadı. Faiq Mustafayev cəmi 54 il yaşayıb. 1977-ci ildə Sankt-Peterburg şəhərində qastrol səfərində olarkən qəflətən 54 yaşında dünyasını dəyişib və Yasamal məzarlığında dəfn olunub. Faiq Mustafayevin mən hər dəfə bu Yasamal məzarlığına gələndə onun məzarını ziyarət edirəm və məzarını da hər dəfə gələndə onun üstündə gül görürəm. Yəqin indi onun qohumlarından sağ qalanı var. İndi bilmirəm onun övladı olub olmayıb. Bu haqqında məlumatım yoxdur. Yenə də mən hər dəfə bura gələndə onun məzarını ziyarət edirəm və bu videonu da çəkirəm ki, indiki nəsillər tanısınlar ki, bizim belə müğənnimiz həm də Azərbaycan filmlərində yadda qalan obrazlar yaratmış Faiq Mustafayev kimi dahi sənətkarımız olub. Bu il Faiq Mustafayevin anadan olmasından 102 il keçir. Faiq Mustafayevin haqqında heç bir veriliş yoxdur. Onun haqqında danışılmır. Bu nə ilə əlaqədardır? Onu da mən bilmirəm.
Və bu videonu da qısa da olsa çəkirəm ki, heç olmasa Faiq Mustafayevi unutmayaq. Faiq Mustafayev bizim həm səhnədə, həm də Azərbaycan kinosunda yadda qalan obrazlar yaratmışdır. Gəlmişkən də Faiq Mustafayevin məzarını təmizləyəcəm və bu videonu da onun əziz xatirəsinə həsr edirəm. Allah Faiq Mustafayevə rəhmət eləsin. Bacardığım qədər Faiq Mustafayevin məzarını yudum, təmizlədim və bildiklərimi də sizlərlə bölüşdüm. Allah Faiq Mustafayevə rəhmət eləsin. Ruhu şad olsun.